Pasientimiz bizə ümumi onurğa fəqirlərində olan problemlərə görə müraciət edib. İndi baxacaq görüm nə kimi bir problemi var. Bismillah. L5-S1 fəqirəsində problem var. Bu əsasən ayaqlara keyimə uyuşma verir, barmaqların ucuna qədər vura bilər. L4, L5 fəqirəsində olan problem var. Orada protruziya var. O protruziya o da ayaqlara ağrı vura bilir. Oturaq sinir zədələnməsi də yarada bilir. Gəlirik L fəqirələrini bitirir. T8, T9 fəqirəsində mədəyə verir. Köp-joqa verir mədəyə. Köp-joqa olur mədədə. Olur. Ağrılar necə? Olur. Ağrılar da olur. T1, T2 fəqirəsində kifoz var. Kifoz var. Yüngül sola doğru skalyozunuz da var. Təzə başlayıb o. T1, T2 fəqirəsində olan problem əsasən ürək ritmini gücləndirir, təngi nəfəslik verə bilir, sinəyə ağrı verə bilir. Bu kimi problemləriniz var? Var. C4, C5 fəqirəsində. C4, C5 fəqirəsində kifoz var. Gözlə görünən kimi ona boydadır, kifozu var. C1, C2 fəqirəsində də protruziya var. Hiss edirsiniz? Baş ağrılarınız olur? Olur, baş ağrılarınız olur. Qulaqlarda cingilti necə? O C3, C4 fəqirəsinə görədir. İndi biz prosedurumuza başlayaq. Qardaşa, yaxşı. Bismillah. Nəfəs al, ver, boş saxla, tamam, ayaqlara. Əsasən ən çox ayaqlarda tonusları yaranır, çox ayaq üstə dayananda. Pasientimizdə beldə L5-S1 fəqirəsində kifoz var idi. L4, L5 fəqirəsində protruziya var idi. T8, T9